Bugün biz Qəbələ rayonu Qum qəsəbəsinin şəhidi Heydərov Adəm İkramoğlunun 5-ci il dönümü mərasimi münasibətilə gəlmişik Göyçay rayonundan. Burada şəhidimizin ev muzeyini ziyarət edirik və məzarı da ziyarət edəcəyik inşallah. Şəhid ailəsinə və yaxınlarına səbir diləyirik. Şəhidimizə Allah rəhmət etsin və ruhu qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət etsin və ruhları şad, məkanları cənnət olsun. Allah qazi qardaşlarımıza şəfa versin, sağlam həyata qovuşsunlar. Əziz izləyicilər, izləməkdə qalın, diqqətiniz üçün təşəkkür edirik. Qəhrəman oğullarımızdan biri də Adəm İkramoğlu Heydərovdur. O, ordu sıralarına könüllü qatılan el oğlumuzdur. Onun şəhadətindən 5 il ötdü. Şəhidimizin anım tədbirində ailə üzvləri, yaxın qohumları, şəhid ailələri, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak etmişdi. Öncə şəhidin ruhuna Qurani Kərimdən ayə oxunub. Daha sonra ilahiyyatçılar şəhidlik mövzusunda çıxışlar edib. Bütün şəhidlərimizin ruhlarına hədiyyə edirik. Sən şəhidlərimizin ruhlarını şad eylə. Yüksəldikləri məqamlarında onları baqi eylə. Və əziz şəhidlərimizin geridə olan dəyərli səbirlər və xeyirli ömürlər nəsib eylə. Allahım, hər nəsib eylə. Allahım, dini və vətəni yolunda, suda, quruda və havada vətən xidmətində olan, burada canından keçməyi gözə alan qazilərimizə sağlıq, səhət, şəfalar və səbirlər ihsan eylə. Həmçinin hal-hazırda ön cəbhədə düşmənlə üz-üzə vətən keşiyində duran bütün əskərlərimizi də namərd düşmən gülləsindən mühafizə eylə. Amin. Və selamun aləl mürsəlin. Vəlhamdülillahi rabbil aləmin. Dualarımızın qəbulu üçün, əziz şəhidlərimizin ruhları üçün, xüsusilə Allah rizası üçün. Əl-Fatiha. Cümləmizin üzərinə olsun, əziz dəyərli elimizin, obamızın gözəl insanları, şəhid sevər insanlar. Əziz qardaşımız, şəhidimiz, könül döyüşlərə qardaşımız Heydərov Adəmi uca Allahın hörmətinə anırıq. Allah yaxınlarına səbirlər, gül nəsib eyləsin. Nasıl Zeynəb anaya, sevdiklərinə, yaxınlarına bir olan səbir neymətini arzulayırıq. Neymətli bir insan səbir edə bilərsə, Allahın vermiş olduğu neymətlərin içində insanı ayaqda saxlayan, insanı yıxılmağa, dua niyaz edirik. Mən çıxış üçün sözü şəhidimizin atası, əziz atamız İkram ataya vermək istəyirəm. Şəhidini sevən hər bir kəsə minnətdardır. Allah hamımızın canını sağ eləsin. Bütün şəhidlərimizin məqamı uca olsun. Sonra da hamı deyir ki, şəhid eldən getdi. Şəhid eldən getmədi. Şəhid evdən getdi. Sağ olun, uzaqdan gələn, yaxından gələn qonaqlar. Allah canınızı sağ eləsin. Və bunu da əməldə göstərməkdir ki, bu da ən gözəl duyğulardan biridir. Sözü şəhid atası Cəlil ataya verilən Xeyir bəyin atası. Buyur atacaq. Mən də təşəkkür edirik. Hər vaxtınız xeyir olsun, hörmətli tədbir iştirakçıları, əziz və böyüyə şəhid valideynləri, çox hörmətli bu cəmatı, əziz qəbəlilər, əziz qonaqlarımız, əziz şəhid və vətənsevərlərimiz. Uca Allahın salamı ilə Qəbələ şəhid valideynləri adından hər birimizi şəhid balamız Adəm Heydərovun şəhadətinin 5-ci il dönümündə salamlayıram. Sizlərə Allahın gözəl günlərini arzulayıram. Şəhidimiz bir iki şəhidimizin anım tədbiridir. Zeynallı Əsəd və Adəm balamızın dünən şəhid balamız Məhəmmədin mövludu idi. Allah bütün mövludu olan şəhidlərimizin mövludunu öz dərgahında qəbul eləsin. Biz də Adəm balamızın, Əsəd balamızın, eləcə də Qəbələ şəhidlərin ruhu timsalında Azərbaycanımızın bu vaxta kimi şəhid düşmüş vətən oğulların, vətən şəhidlərinin ruhu qarşısında baş əyirik.
atalarına ikramata başta olmakla bütün şehit valideynlerine Allah'tan sabır ve dözüm diliyoruz. Hem de böyle şehit valideynler adından da hürmetli ziyaretçilerimiz, Allah ziyaretinizi kabul eylesin. Gelen ayaklarınız var olsun. Mehman Efendi, Salih Efendi başta olmakla Qəbələmizin bütün şehitsever dindarlarına teşekkürümüzü bildiririk. Qəbələ yazarlarında başta Emin Müəllim, Mir Həsən Müəllim olmakla bütün yazarlarımıza şehit valideynler adından teşekkür ederiz. Nasıl ziyaret eden şehit teşekkürümüzü bildiririk. Danışmağa söz çoktur ama reglamentə də əməl eləməliyik. Mən bir şəhid balamızın adına bir şiir yazmışam, daha doğrusu. Elə onun ünvanında, onun ruhu timsalında onun istemişəm ki, bizim dinləyicilərə çatdırım. Şəhid Heydər Ədəmin 5-ci il dönümünə. Atan səni deyib, gündə neçə axdır gözünün yaşını Adəm. Dərddən qəmdən yol itirib getdikcə başını Adəm. Eldə doğrulsa da hayını hayda görünmür. Bir daha nişanda, toyda 5 ildir başına her gün dağ boyda salır sensizliğin daşını Adəm. Girenler olsa da hey dondan dona değişen görmedim donunu dona. Bir hakkın itiren görende ona ağardır gözünü kaşını Adəm. Sen giden yollara zilleyip gözün fakat çaktırsa da herkese sözün. Eksini görende itirik özün cemede bilmeyir huşunu Adəm. Herden bulut kimi gözü dolsa da çiçekler sarılıp gül tek solsa da derdine her dertten ağır olsa da şitek getirir gerir öz döşünü Adəm. Kim şehit qəbrinə gül çiçek düzür, ora qartal kimi gəlil də süzür. Görürəm həsrətim gün-gündən üzür, uca dağ boyda bir kişini Adəm. İslam ne təqdim başınsa bir dərddir ki, baş sağ olmakla ortaya bir şey gelmir. Allah dərdimizi azaltsın. Bir daha mən sənin şəxsində, Zeynəb ananın şəxsində, ananızın şəxsində bütün ailə və nəsil şəhid ailələri adından mən deyirəm Allah dərdimizi azaltsın. Başınız sağ olsun ki, o evlatları bəli bu 5-ci il dönümdür, belə geçsə gələn il 6-cıda bundan da azı olmam. Ama fəxrlə sağ ol ki, o plakatlarla geldi, o cemaate teşekkür edirik. Ama o kadar da dərinə getmək lazım değil, işi olan olur, gücü olan olur. Bax, təmənnasız gəliblər. Sağ ol deyirik, nə qədər bəlkəli bir insana zəhlər gəldi ki, qardaş, mən çatdıramadım. Balamın ruhunu Allah şad eləsin. Biraz səbir eləmək lazımdır. Səbir Allah'tan gelen bir şeydir. Biz de Allah'a bağlı insanlarız. Allah bir daha her birimize can sağlığı versin. Allah elimizi, obamızı şehitlerle sınamasın. Biz her şehit, evladımız şehit gelende en büyük arzumuz o idi. Ya Allah bir daha bir kapıyı şehit gelmesin. Lazım değil böyle şeyler için. Bir kardeş kimi tövsiye ederim. Efendim sağ olun. Göyçay'dan ben İsmail Zeki, Kanal TV olarak geldim. Şehidimizi ziyaret ettim. Ruhu şad məkanı cənnətli olsun. Anamıza səbir və dozum diləyirəm. Yaxınlarına, ailəsinə səbirlər və dozumlar diləyirəm. Danışmaq mənim üçün çox çətindir. Mən buradan bütün şəhid valideynlərinə səbir arzulayıram. Burada hamısı mən baxıram ki, şəhid sevənlərdir. Hər bir kəs ki, şəhidin sevir, Allah Taala onu sevsin. Mən buradan bir də hərbidə olanlarımızın, əskərlərimizin, zabitlərimizə can sağlığı arzu edirəm. Hər bir kəs hərbi xidmətdədir. Mən arzu edirəm ki, sağ-salamat qayıtsın, gəlsin atasının, anasının üstünə. Allah bir daha hamımıza səbir versin, ömür versin. Çox sağ olun. Allah razı olsun. Emin müəllim, buyurun. Hamıya salamlayıram hamıya. Bütün şəhid valideynlər qarşıda baş əyilər, ruhlar şad olsun.
Bugün biz Adem babanın ışığına yığışmışız. Bəli. Bu ışığı Allah söndürmesin. Bu şehitler nurdur, ışıktır. Biz çalışak, hemşe çalışak ki bu ışıkları söndürmüyor. Biz koruyup şehit valideynleri. Ondan bizden gayretli ki ilham aldılar bunlar. Analar danışırdı, oradan adam çok olurdu. Bir bazı gıdalanır da. Vaktini çok aldıran, ben de Adem babamıza, benim şagidim gibi, aziz komşum gibi 5. şehirde onun icazı versin. Vaktini almışım okuyor. Değilir sana. Dövüş meydanında gösterdin hüner. Katil Ermeninin durup qəsdinə. Mən günü dilimiz lal oldu dine bilmedik. Gözdaşıyla suvarıldı köhremiz. Hoş sözü şiksekle güle bilmedik. Zeynep ana düzenmedi bu derde. Kara saçı döndü bir anda kara. İkram ata itirdi ünvanını. Felek onu çekti bir anda dara. Hamı senden değil danışırdı Adem. Şehit adın dilde ezber oludur. Həsrətin bizlere acı olsa da şirin katilələr yadda kalıbdır. Üç renkli bayrağı ucatsız göğe, zafer bayrağı giririk biz. Hakkımız yoktur ki uğurdak sizi. Bu zaferi şeklimiz. Bütün şehitler ruhu şad olsun. Baş ayramamızın ruhu karşısında. Çok sağ olun, teşekkür ederim. Qəhrəman, adsız qəhrəman, qarşısında yığılıb diz çöküb titrər. Şükür sənə tərəfə dolandı dövran, daha nə itirsə düşmən itirər. Gözünü yummadı soyuq səngərdə, gecələr bizimlə yuxumuz azdı. Sən ey Fatih oğlu, sən ey sərkərdə, şəninə min dastan yazsam da azdı. Şəhid Adəm dayımdan məktub. Bilirəm, gözlədiyim kimi gəlmədi. Ana, heç sən də gözlədiyim kimi qarşılamadın. Gülmədin, öpmədin, qucaqlamadın. Amma nə yalan deyim, tabutuma sarılıb ağlayanda sanki elə həmin an ruhum bədənimdən çıxdı. Bayrağa toxunma, qoy o dalğalansın. Məni öz örpəyinə bük ana, ətrin məndə yol yoldaşı olsun. Atama da de, üzülməsin. Şəhid ataları nə qədər məğlub görünsələr də, tək qalanda ağlayır, gözlərindən səssiz atır. De, arxamca bütün şəhid ataları eyni cür baxır. Ama Allah'ım varlığından doymadım. Sınav işte doyup da başlamadım. Yemele olduğunu doymadım. Doyarken ruhumuza bir dede. Adem dayı o dünyaya bir dede. Şehit balam o dünyaya bir de Adem dayı salam. Analar ağlar qaldı, neçə ürəklər yandı. Tarixini yadda qaldı, cavan şəhid balalar. El Azərbaycandır, sizləri şəhid sandı. Ləqəbin qəhrəmandır, cavan şəhid balalar. Dök əllərini al şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, kuzu otardığı çəmənə düzə, yaralı könlünü eyzərsə, dünyanı dağlama şəhid anası. Olsun, çok sağ olun, var olun. Ben şehidimizin anası Zeynep Hanım'a söz vereceğim. Buyurun hocam. Salamlayıram. Herkese öz təşəkkürümü bildirirəm. Dərdimizi dərdi bilib, bugün yanımızda olanların hamısına çox sağ ol deyirəm. Şəhidi ziyarət eləmək insanın içindən, qəlbindən gəlməlidir. Kimsə deyib, çağırıb olan bir şey deyil. Allah gələn hər kəsdən razı olsun. Nə bilim, Adəm sentyabrın 28-i İsmail'la daha günü dəfn eləyib 29-u cəddiyə gedən oğlandı. Yarın çok çətin. Herkes deyir ki 5. il belki de günler içimizde ufaktır, çoktur, daha yaddır. Ama
Analar için 5 ilin həsrətidir. 5 illik həsrət. Herkese çok sağ olun diye. 5 yıl yanımızda olanlar var. Çok insanlar geldi, çok insanlar gitti ama daimi bu acı günlerde yanımızda olanlar, çok itibar olanlar oldu. Onlara teşekkür ediyorum. Sağ olun. Salam, sabah, xeyir olsun. Allah ziyarətimizi qəbul eləsin. Allah Adəm balanın ruhunu şad eləsin, məqamını uca eləsin. Onun timsalında bütün şəhidlər, babalarımızdan ruhunu şad eləsin. Mən İkram qardaşdan bilmirəm, ay böyüyəm nəyəm. Amma İkram qardaşa bir kəlmə söz demək istəyirəm ki, sən Adəmi göndərmədin. Mənə deyirdilər ki, sən oğlun hərbiçilik edir. Amma sən oğlu neynənsə kəndirlərinə saxlaya bilməz. Deməli, o istək, sevgi onun qəlbində var idi. Allah da onu sizə verəndə bu məqama ucatmaqdan ötər vermişdi. Ona görə də heç kimdən, heç nə, Allah qatında bizim balalarımızın yeri ali olsun, uca olsun. İnsanlar dəyər verməsə də olar. Verənlər verir, verməyənlər. Bugün mən saat 6-da Bakıdan çıxmışam. Deməli, mənim qəlbimdə bu yanğı var deyib mən çıxmışam, İkram qardaş. Amma o eləsi, o hissi keçirmirsə, yanımızda olanlar sağ olsun. Bir də onu deyirəm, heç kimə heç nə demirəm. Çox sağ olun, var olun, təşəkkür edirəm. Allah ordumuzu, millətimizi, dövlətimizi qorusun. Allahdan da dözüm istəyirəm bu analara, atalara, bacılara, qardaşlara. Yanımızda olanları da Allah şəfayətin balalarımızı onlara da nəsib eyləsin. Allah ruhlarını şad eləsin. Teşekkür edirik. Allah razı olsun. Biz də sizə təşəkkür edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhu şad məkanı cənnətli olsun. Allah razı olsun. Çok sağ olun, var Bizim olun. vəzifə borcumuz. Herkesi şehit Adem Heyderov'un adına salınmış parka davet edirik. Orada uşaqlar gözləyəcəkdi. Herkes olacaktı. Ali hocam. Peki benim diye bilmediğim şeyler varsa her şey. Allah can sağlığı versin. Hamımızın elinden öpürük, bağrımı verene qurban. Her şey qaydasındadır. Olan şeydir. Əsəbi olabilir insan. Biz sizi çok istiyoruz. Siz bizi istiyorsunuz mu? Allah razı olsun. Şehit Ademimiz, Sahil Şirinovumuz, Vasifimiz, İkram kardeşimiz, Təbriz kardeşimiz, diğer şehitleriniz de var. Unuttum 4'ün adı, 5'in adı yadımda kalıp. Her birini, 1. Qarabağ, 2. Qarabağ, aprel döyüşü fərq etmir. Her birini uca Allah'ın rəhmətini anırıq. Allah məqamlarını, uca yerlerini cennet eləsin. Allah sizlere can sağlığı versin, xeyir işlerde. Allah rızası üçün El-Fatiha. Allah rahmet eylesin, rahmet olsun. Adem'le beraber şehit olan Əsəd kardeşimiz, Azər kardeşimiz başta olmakla bütün şehit kardeşlerimizin mübarek aziz ruhu için Allah rızası için El-Fatiha. Değerli cemaatimiz, hürmetlilerimiz, Adem'i seven şehit Adem'in ocağına ve həqiqətən onun adına salınmış bu güzel şehitler parkına yığılışan, şehitler xiyabanına yığılışan değerli insanlar, gelin sizlerle birlikte aziz kardeşimiz, şehitlerimizin aziz, müqəddəs, pak ruhlarını bir dəqiqəlik sükutla yad edeyim inşallah. Allah rəhmət eləsin, məqamı, məkanı uca olsun. Çıxışı ağsaqqallarımıza, aparızlarımıza verib mən icazə istəyəcəm və istəmədən öncə də atadan icazə almışam. Hər kəsi, burada olan hər kəsi, çöldə, bayırda hər kəsi şəhid qardaşımızın ata heyətinə, İkram atanın heyətinə dəvət edirik. İnşallah tədbirdən həmən sonra. Əzizlərimiz, dəyərli insanlar, əziz insanlar, Ərzumandayız, zəhmət olmasa, Falim əmi Yevlaqdan zəhmət olmasa, bir də Çingiz dayı buradaydı, zəhmət olmasa, Şəfili Çingiz dayı buradadır mı? Zəhmət olmasa. Bir anda şəhid olurlar, aylar sonra tapılıq mübarək nəşi vətən öz yerlərində, öz yurtlarında torpağa tapşırırlar.
Hər birinin dərdi eynidir, ağrıları eynidir, acıları eynidir. Allah sizin hər birinizə səbir versin, dəyərli atalarım. Siz hər zaman başınızı dik tutun, çünki sizin evlarınız var ki, o daim zirvələrdə davam edirlər. Amma unutmayaq ki, onlar bayraq oldular, enmədilər, güneş oldular, ölmədilər. Məqamları uca, yerləri cənnət olsun. Mən hər dəfə bizim də bir öyrətmənə ehtiyacımız. Xeyirlisi ilə balalarınızın, nəvələrinizin xeyrişilə bax, durasınız belə tribunalarda. Xoş gününə, xeyir gününə dua verəsiniz. Hər birinizə təşəkkür edirik, Allah razı olsun. Bəli, çox sağ olun. El bilir ki, sən mənimsən, yurdum, yuvam məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Mən bir uşaq, sən bir ana, odur ki bağlıyam sana, hangi səmtə, hangi yana, ey utsam da, elim, günüm, yuvam sənsən. Azərbaycan, Azərbaycan, Azərbaycan. Bəli, adının sonu can olduğu üçün bu qədər müəllim yekunlaşdırar, hər kəsi evə dəvət eləyər inşallah. Buyurun. Sağ olsun. Yeni de Allah şəhidlərimizə rəhmət eləsin. Amma bir şey yadda saxlayın ki, hər birimiz. Mən bugün baxıram, Baxdın kənd cəmiyyətinin içində Şən Qardaş məndən əvvəl bir sözü deyib. Zaten öndə durdu. İstəysə seçildi. Sən incimə. Ay əmin. Sənə idiyinə yerdən qalırsan. Senin əynə başını. Şəhidlər ölməzdi, şəhid anası. Yuma göz yaşınla, məzar daşını. Şəhidlər ölməzdi, şəhid anası. Ucaltdı bayrağın Qarabağında. Qorudu vətənim daşın dağında. Qoymadı torpağın yad tapdağında. Şəhidlər ölməzdi, şəhid anası. Əl kimi deyərək sözünü getdi. Bürüyüb bayrağa özünü getdi. Çevirib cənnətə üzünü getdi. Şəhidlər ölməzdi, şəhid anası. Çox şükür azaddır vətənim. Vansın yaşasın yeni doğdu. Şəhidlər önündə fəxrlə durdu. Şəhidlər ölməzdi, şəhid anası. Bizim borcumuzdur anıb yad etmək. Bununla onların ruhun şad etmək. Düşmənə yaraşır məhv olub getmək. Şəhidlər ölməzdi, şəhid anası. Yerdə qalmayacaq tökülən qanlar. Bizdən can alanın yanacaq canı. Kimsə bölə bilməz Azərbaycanı. Şəhidlər ölməzdi, şəhid anası. Allah şəhidlərimizə rəhmət eləsin. Adəm dayımın ruhuna salamlar olsun. Şimşəklərdədir, Qarabağda nəsər kürəklərdədir, həsədli, ümidli ürəklərdədir. Çox matəm saxlama, şəhid anası. Nə deyim, nə yazım, qələmin donur. İlhamın dünyası odlanır, yanır. Sənin dözümündən yanılar sınır. Qara şal bağlama, şəhid anası. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Adəm dayımın ruhuna salamlar olsun. Ana 18 il böyüttü oğlunu. Desen 18 ay koruya bilmedi. Her gün, her gece gözledi yolunu. Oğul bir daha dönebilmedi. Neçə evin çırağı söndü. Çok körpə atasını görebilmedi. Ananın həmzə rəhmət eləsin. Adəm qaqamın ruhuna salamlar. Vətənə canımsan, anamsan dedi. Cumdu cəngavər tək düşmən üstünə. Nə qandan Ataya və Zeynəb aynaya səbir diləyirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Vətən səni səslədi. Qartal tək öndə durdun. İlk döyüşdən seçildin. Düşmənin belin qırdın. Ağdərə qartalısan. Adın düşmür dillərdən. Hər an yerin görünür. Söhbət açırıq səndən. Ovundura bilmirəm. Heç cür ikram atanı. Ürəyimə od düşür.
bağıma soxuldum deyə, neçə ermənini qana verədi. Yaman tez itirdik biz sənə Adəm, gözündə ən uca göründü vətən. Bu yurtda oğul deyib vətən, güvəndik sənə, bu yurtda məhəbbət vardı qəlbində. Həmvətənlər, salamlayıram hamınızı, əskərlərimizə salamlayıram. Şəhid adı gələndə şəhidlər bizim ürək ağrımız, nisgirimiz, kədərimiz, bir yandan da sevincimiz, qürurumuz, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bugün Adəm Heydarovun anım günüdür. Tək bir Adəm yox, mən istərdim ki, qəsəbəmizə 7 şəhid uyuyur. Onlardan biri də itki düşübdür. Bu 7 şəhidimizin xatirəsini anaq, onların ruhu qarşısında baş əyir. Birinci Yaqubov Təbriz Abuzəroğlu, Umarov İkram Maçaloğlu, Quliyev Bəhruz İbrahimoğlu. Bir şəhidimiz elinde silah, elinde bayrak, dedi ya ölüm ya Qarabağ. Vermedi düşmene o bir karış torpak, dedi ya ölüm ya Qarabağ. Balan seninle fəxr eləsin, atan anan qəm yeməsin. Başını uca tutup desin, nur üzlü şehidim benim. Kanıyla canıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehidim benim. Canıyla kanıyla tarih yazan, canı bahasına torpağı alan, o cavan hayatı yarıda kalan, nur üzlü şehidim benim. Nur üzlü şehidim benim. Koy bacın oxşasın səni, güllə bəzəsin.